Xalq artisti Flora Kərimova yeni musiqi layihəsi ilə yenidən diqqət mərkəzinə düşüb. Olay yazır ki, tanınmış sənətçi bu dəfə müğənni Elvin Abdullayevlə duet oxuyub. İki nəslin bir araya gəldiyi bu əməkdaşlıq musiqisevərlər tərəfindən maraqla qarşılanıb. Duetin adı Səndən Uzaqdır. Mahnının musiqisi Vüsalə Hikmətə, sözləri isə Vahid Əzizə məxsusdur. Lirik məzmunu və duyğusal melodiyası ilə seçilən bəstə artıq indidən dinləyicilər arasında müzakirə mövzusuna çevrilib. Flora Kərimovanın illərin təcrübəsini əks etdirən güclü vokalı ilə Elvin Abdullayevin gənc və emosional ifasının sintezi mahnıya xüsusi rəng datıb. Musiqi ictimaiyyəti bu duetin Flora Kərimovanın uğurlu layihələri sırasına daxil olacağını düşünür. Qeyd edək ki, xalq artisti son dövrlər aktiv yaradıcılığı və yeni layihələri ilə tez-tez gündəmə gəlir. Sizcə, Flora Kərimova və Elvin Abdullayevin bu dueti uğurlu alınıbmı? Səndən uzaq mahnısı hit ola bilər? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyənməyi, Xəbərdən Xəbərə YouTube kanalına abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın ki, ən son show biznes xəbərlərindən xəbərdar olasınız.